wie ist denn die Stimmung? Zicke-Zacke, Zicke-Zacke. Zicke-Zacke, Zicke-Zacke. Hip, hip. Hip, hip. Sieg. Das darf doch nicht wahr sein. Was? So viele alte Kameraden haben dir das. Prost! 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 Alter! Nein. Nicht. Nochmal neu. Mach nochmal neu. Prost! 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 Hallo! Frau Koch, letzter Versuch. Halleluja! Ağlıyor musunuz? Hayır. Warte! Stopp! Anhalte! Papa, da ist rot. Das ist rot, Papa. Okay, habe ich verstanden. Das ist grün. Das... Ah! Oh mein Gott! Das ist so viel. Jesus, oh yeah, Jesus, du bist wunderbar. Oh, Jesus. Wir müssen die Dauer auf die Straße bringen. Wir müssen die Dauer zu den Menschen bringen. Wir müssen die Dauer in jedes Haus bringen. Wir müssen die Dauer überall hinbringen. Wir können keine Blockhütte im Wald bauen, wo wir Dauer draufschreiben und dann warten, bis irgendeiner sich verläuft. Müssen die Leute endlich kapieren! Deine Tochter wird sich nicht in eine versteckte Moschee verlaufen! Guck dir mal die Spielhallen an! Guck dir mal die Drogendealer an! Was ist in den Bordells los? Wir sind hier auf dem Nullpunkt! Liebe Geschwister, seid die Soldaten Allahs in diesem Land. चोरी चोरी हम गोरी से प्यार करेंगे, चुपके चुपके दिल की बातें यार करेंगे, और चोरी चोरी हम गोरी से प्यार करेंगे।
சித்தார்த், அழாதீங்க சித்தார்த். நீங்க அழறத நான் பார்க்க கூடாது. சரிங்க. நீங்க சிரிக்கிறத பார்த்துக்கிட்டே நான் சாகணும் சித்தார்த். இல்ல மக, நீ சாக கூடாது. உன்னை சாக விட மாட்டேன். இங்க பாரு. 2,000 years later. Bak şerefsiz evladıyım. Ağlamamak için... आप होने जाना था, फिर बोल रहे जाता तो हम लोग लेकर ऐसी को लोग खबर बना रहे हैं। केवल आपने यहाँ पर भी एक अवंती और एक भैया के यहाँ पर बस पूरे चावल मैदा घी का काम होता है। मैदा घी का काम है। देखिए पैकेज है ना पपी। ಪ್ರತಿ ವರ್ಷ ಹೆಂಗೆ ಅಂತಂದ್ರೆ ಈ ಸಗಣಿನೆಲ್ಲ ಒಂದ್ ಕಡೆಯಿಂದ ಎಲ್ಲರೂ ಒಂದ್ ಕಡೆಗೆ ಸೇರಿಸಿ ಎಲ್ಲರೂ ದೊಡ್ಡವರೆಲ್ಲ ಎಲ್ಲ ಸೇರಿ ಆಟೋಗ್ರಂಥದ್ದು. ನಮ್ ನಂಬಿಕೆ ಏನು ಅಂತಂದ್ರೆ ನಮ್ಗೆ ಯಾವುದೇ ಅಂತ ಇವಾಗ ಕೊರೋನಾ ವೈರಸ್ ಹಾಗೆ ಬೇರೆ ಅಂತ ವೈರಸ್ಗಳೆಲ್ಲ ಬಂತು. ಆದ್ರೆ ನಮ್ ನಂಬಿಕೆ ಏನಂತಾರೆ ಈ ತರ ಆಡೋದ್ರಿಂದ ನಮ್ಗೆ ಏನು ನೋವುಗಳು ಏನು ಬರೋಲ್ಲ ಅಂತ ನಾವು. ಇಲ್ಲ ಎಂದಿಲ್ಲ ಸರ್, ಒಂದಿಲ್ಲ. ಕಾಯಿಲೆ ಇರತಕ್ಕಂಥದ್ದು ವಾಸ ಆಗುತ್ತೆ ಸರ್. ಇದು ಮಾಡ್ಕೊಂತಂದು ಬೆಂಗಳೂರಿಂದೆಲ್ಲ ಬರ್ತಾರೆ, ಮೈಸೂರಿಂದ ಬರ್ತಾರೆ ಸರ್, ಕೋಯಂಬತ್ತೂರಿಂದ ಬರ್ತಾರೆ ಹುಡುಗರು. ಇದಕ್ಕೆ ಬರಬೇಕಂದಕ್ಕೆ ನಾವು ಹೊರ ಕಟ್ಟಿ ಸಾಗಣೆ ಓಡಿಸ್ಕೋಬೇಕು ನಾವು. ನಮ್ಮ ಕಷ್ಟ ಪರಿಹಾರ ಎಲ್ಲ ಎಲ್ಲ ತುಂಬ ದೂರಿಂದ ಬರ್ತಾರೆ ಸರ್. ಬಂದು ಅವ್ರು ಆಡ್ತಾರೆ. ಯಾರಿಗೂ ಏನೋ ತೊಂದರೆ ಆಗಲ್ಲ ಸರ್. ಒಂದು ಎಳ್ಳು ಮನೆ ಅಷ್ಟು ಕೂಡ ತೊಂದರೆ ಆಗಲ್ಲ ಸರ್. Usanma hocam. Usanma. Yeterli. We're back here with Hannah. Hannah, and let your heart out on camera, Hannah.
Right, basically they need to get them all off. Okay, that's mad. Okay, so wait, off our streets? Yeah. So they're our streets. And they're taking our jobs? Yeah, they're taking our houses, they're taking the lot. And they took your teeth as well? Yeah, they did. Girls, what's just happened? So, there's an ice cream van there selling just 2 ice creams with 2 chewing gums in it. Yeah. For bloody £9 for 2 of them. £9 for 2? Yeah, £9. That is going to get nowhere. The one that comes on my street is either £1 a p or £2. That is going to get nowhere with that. No, he ain't, is it? No, he ain't. That's well bad, isn't Yeah, it? you should know. And he only does bloody card. Stood there with my cash. Bloody hell. That's well bad, isn't it? Bloody well bad. Yeah. Yeah, bet he can hear me. He's making 2 layers for his cheesecake. One with white chocolate, the other with milk chocolate. Very fancy. See what that tastes like. Good morning, Glenn. You tell us something your mum doesn't know. Yeah. Mon nom complet c'est Sylvain Pierre Durif, donc je porte 2 prénoms. Mon nom d'âme c'est Oriana et je suis relié à l'énergie de l'homme vert, donc celui qu'on appelle l'homme vert, que les prophéties appellent le grand monarque aussi. Qu'est-ce qui vous est arrivé? À l'âge de 5 ans en fait, j'ai vu sur mon lit danser des serpents et des singes. Donc j'ai été abducté en fait par un des vaisseaux de la Vierge Marie, donc quand j'étais tout petit. Et à partir de là, j'ai eu des expériences paranormales du type où je rêvais des informations à l'avance qui allaient se produire soit le lendemain, soit des années plus tard. En partant au Québec, j'ai rencontré un Roumain en arrivant à Montréal qui m'a dit « mais moi je sais que tu t'appelles Pierre ». Et il m'a dit « j'ai la double vue et ça fait 20 ans que je t'attends. Tu as une mission importante à remplir pour la planète donc, et pour accompagner l'humanité dans la nouvelle dimension qui est la 5e. Il m'a dit tu devrais t'intéresser à l'Atlantide, à tout ça, parce que tu es en lien avec le Quetzalcoatl, le dieu oiseau-serpent des Toltecs. Tu es un homme-oiseau, donc tu es un surhomme en fait, il m'a laissé comprendre que j'étais un surhomme. Effectivement, j'ai réalisé plus tard que j'avais été, à 5 ans quand j'ai été enlevé sur une planète qui s'appelle Aldébaran. Donc c'est une planète qui est dans le cosmos et où on peut trouver des laboratoires de préparation de surhommes en fait. Je suis le grand monarque, c'est-à-dire qu'en fait j'incarne l'énergie du Christ cosmique, ce qu'on appelle le Christ cosmique.
Je sais pas comment. C'est pas possible. Tu vois, une petite bonne femme comme quoi, serrer la main du président de la République, et c'est fantastique. Faites pas pleurer. 101 ans demain, après-demain, 101 ans. C'est pas vrai. Kanzlerin von Deutschland. Oh, mais c'est pas possible. Mais c'est un anniversaire extraordinaire, ça. C'est leur birthday. Elle va avoir 101 ans 101 ans après-demain, oui. Il faut pas me faire pleurer. Avec le petit-fils. Avec le petit-fils. Qu'est-ce qui prend la photo? Sois-y, gars. Chancelier Allemagne. Chancelier Allemagne. Oh shit. Here we go again. Would you like some nice ISIS fighters? Look, if you look at this, You can take everyone you want. let's be serious. This is why he's a great politician, because that was one of the greatest non-answers I've ever heard. And that's okay. Axşamınız xeyir əziz qadınlar. Bayramınız mübarək olsun. Niyə məhz qadınlar? Ona görə ki, onu sevən bütün kişilərin bugün başı qarışıqdır. Onlar həmən sevimli qadınları üçün bu günlərim ora-bura qaçırlar, müxtəlif hədiyyələr, müxtəlif bir tortlar alıb onları təbrik eləmək istəyirlər. Və ümumi Azərbaycanımızda sabah 9 Mart üçün ümumiyyətlə Azərbaycanın hər tərəfində dumanlı olasıdır. Nəyə görə dumanlı olasıdır? Ona görə dumanlı olası ki, onları sevən, əzləyən kişilərin hamısı o qədər onların sağlığına içəsidirlər ki, Şəhər Azərbaycanda hər yeri dumanlı görəsidirlər. İndi isə Azərbaycanımızın bölgələri haqqında məlumat verim. Şimal bölgəmizdən başlayaraq Balakən, Zaqatala, Şəki zonasında hava dumanlı olasıdır, az yağış yağasıdır, çiskili və dumanlı hava gözlənilir. Keçirik Mərkəzi Aran rayonlarımıza. Yevlax, Ucar, Kürdəmir. Bu rayonlarda azca Mart ayı olduğu üçün biz ona dəli Mart deyirik. Ona görə də orada gah gün çıxa bilər, gah da az-az, xırda-xırda yağış yağa bilər. Belə-belə gəzə-gəzə gəlirik bizim cənub bölgəmiz Masallı, Lənkəran, Astara zonasına. Bu zonada bizim sitrus meyvələr üçün çox gözəl bir mümbit hava şəraiti yaranasıdır inşallah və bolluq olasıdır. Yəni onlar ürəkli bütün meyvələri ilə məşğul ola bilərlər. Gəncə Goranboy zonasında, Şəmkirdə, Gədəbəydə, yəni onlar kartoşkasını, Şəmkirdə də bütün parnik məhsullarını ürəkli qabağa verə bilərlər. Çünki onlara uyğun hava şəraiti gözlənilir və az-az oradan şərq küləyi gözlənilir. Bizim nigaran qaldığımız Qarabağ zonası. Qarabağ zonamızda Ağdamdır, Xocavənddir, Kəlbəcərdir. Bu tərəflərimizdə də yenə bildiyiniz kimi dağlıq rayonlar olduğu üçün orada da az-azca çiçki yağış gözlənilir və dumanlı olmağı da həmçinin burada müşahidə olunur. Bizdən xeyli qaral düşən Naxçıvan bölgəmiz çox gözəl bir bölgəmizdir. İnşallah onların Ordubad meyvələri üçün də gözəl hava olasıdır inşallah və az-az yağış və cənub küləyi gözlənilir. Bizim küləklər şəhəri Bakımız, Abşeron yarımadasında da həmçinin küləklər əsəsidir, şərq küləyi gözlənilir və hava orada da azca dumanlı və az-az yağışlar gözlənilir.
Məndən bu qədər və verdiyim məlumatlara da yəni o qədər də inanmayın. Çünki yer onun, göy onun. Allah özü bilər. Burnunuz girməyən yerə də başınızı soxmayın. Allahın məsləhətinə şükür. Sağ olun, salamat qalın. Lan böyle düğün mü olur? Dolma yediler, kebap yediler, balık, pilav, dana pastırması, 10 çeşit salata, viski, vodka, limonata. Hayatım bir de onun üzerinden pastayla çay içtiler. O da yetmedi üzerinden dondurma yediler. Bir de arta kalan yemekleri eve götürdüler, tam oldu. Çıldırttınız beni. Seni mi aldım, akrabalarını mı aldım belli değil. Utanmasam oturup ağlayacağım ha. Bunlar hamısı bizim adətlərimizdir. Çıldırttınız beni. Adetlerimiz. Adetlerimiz. Ya ne biçim adetleriniz var ya? Anan konuştu, baban konuştu, deden konuştu, amcan konuştu, dayın konuştu. Bebeğim, abin Moskova'dan Skype'la aradı. O bile konuştu ya. Bir de mikrofonla diyor ki ben ne diyebilirim? Lan madem diyecek bir şeyin yok. Niye konuşuyorsun? Gel bebeğim gel hadi. Hadi gel. Bunlar da bizim adətlərimizdir. Yeter ya yeter. Her şeyde para. Pilav getiren para istiyor. Müzisyenler para istiyor. Garsonlar para istiyor. Neydi o duman yapan şey? Güzellik. Güzellik getiren bile para ister ya. Bir de dayanamadılar. Beni kaçırdılar. Lan. Aycan. Damadı niye kaçırıyorsun? Bir de benden para aldılar. Öyle bıraktılar. Hadi gel yapalım şu işi bitsin bu çile hadi. Mirişsiz olmaz. Meriç de kim lan? 3 kişi mi olacağız? Gerdek gecesi grup mu yapacağız? Bu da mı adet? Meriç kişi değil. Kadın mı? Bak bu hoşuma gitti. Hadi çağır gelsin. Meriç kadın da değil. Trans mı? Bir dakika gözde gelir. Yenisi de mi çıkmış? Biz harasa gedirik? Pikniğe gedirik. Ura! Uşaqlar süfrəyə. Nə dadlıdır? Həm də tez hazırlanır. Ana, əllərinə sağlıq. Gəlin tez-tez belə yığışaq. Bakıda İsrail Səhiyyəsi günləri. Xoref Tibb Mərkəzinin ən yaxşı həkimləri Azərbaycan sakinlərini qəbula dəvət edir. Səhhətinizdəki problemlərdən həmişəlik yaxa qurtarmaq və ömrünüzü uzatmaq üçün bu unikal imkanı qaçırmayın. Azərbaycan gözəl, qeyri-adi və dost ölkədir. Bu ölkəyə gəlmək bizim üçün bayramdır. Biz Azərbaycanlıların qəm-kədər bilmədən 100 yaşa qədər sağlam yaşaması üçün öz töhfəmizi veririk. Xəstəliklərin ən dəqiq diaqnostikası və hər pasiyent üçün fərdi müalicə proqramı. Sizi çoxdan narahat edən problemləri sərhədsiz Xoref beynəlxalq layihəsi çərçivəsində müalicə etmək olar. MDB və yaxın şərq ölkələrindən yüzlərlə insan uzun və xoşbəxt həyat üçün artıq ikinci şans əldə ediblər. Doktor Barakar bizə şərait yaratdığı üçün təşəkkür edirik. O bizə, bizim xəstələrə, Azərbaycana kömək edir. Yalnız iyulun 14-ü, 15 və 16-sı Xoref Tibb Mərkəzinin terapevt, nevropatoloq, ortoped, gastroenteroloq və oftalmoloqu sizi gözləyir. Elə indi zəng edin və yazılın. Xoref Tibb Mərkəzi. Bu hansılar isti? Heç dadmamışam. Olar? Enrique? Birini götürə bilərəm. Bəslədim birini. Lays, qarşısında durmaq olmar. Biz hansı zəmanədə yaşayırıq? İndi kim əli ilə paltar yuyur? Bu da bu. Bu da anasına belə hədiyyə eləyir də. İndezit. Biz işləyirik, siz dincəlirsiniz.
Sürpriz. Oo, salam. Bitkilərə baxırsınız? Nə üçün? Qulluq üçün, gözəllik üçün, sağlamlıq üçün. Bitki tərkibli Wash & Go yağlı saçlara 100% canlılıq və həcm verdiyini bilirsiniz? Mənim bu saçlarıma gözəl ətri var. Ay, inanılmazdı, möhtəşəm. Üstəlik təsiri 2 gün çəkir. İnanmağım gəlmir. Aa, yenə siz. İndi nə düşünürsünüz? Hələ də çox həcmli görünür. 2 gün boyunca 100% canlı və həcmli saçlar. Dişləriniz daha beyaz olsunmu? Əlbəttə. Bəs bilirsinizmi, bakteriyaların çoxalması dişlərin saralmasına səbəb ola bilər. Doğrudan? Gəlin yoxlayaq. Oy. Bunlar bakteriyalardır. Yeni Colgate Total Professional ağardıcıdan istifadə edin. O, bakteriyaların çoxalmasına qarşı 12 saat mübarizə aparır və dişləri ağardır. Colgate Total'dan istifadə edirsiniz? Bəli. Bakteriyalar daha azdır. Dişlər isə daha beyaz. Yeni Colgate Total Professional ağardıcı. Bakteriya çoxalmasına qarşı 12 saatlıq müdafiə və beyaz dişlər. Haribo, Haribo'du onun adı. Orijinal ayıcığı. Gerçek meyve suyuyla doyulmazdı onun tadı. Uşaq ya da böyük ol, Haribo'la xoşbəxt ol. Haribo qızıl ayıcıq, gerçək meyvə suyu ilə. Hara gedirsən belə? Konsertə. Konsertə. Deyəcəkdim mikrofona danış. Əlində də bir mikrofon. Kimsən bugün? Jennifer Lopez. Jennifer Lopez. Jennifer Lopez'in libasında. Jennifer Lopez. Jennifer'i göndərək deyirsən istirahətə. Buradan səslənirik Jennifer Lopez'ə. Artıq istirahət vaxtıdır. Yolu cavanlara verin. Gəl yanıma Günel. Oo, nə qədər əl qalxdı. Ay maşallah. Hamı danışmaq istəyir. Mən istəyərdim yeni qoşulan Nərmin Əlisoy danırsın. Buyur Nərmin. Günel, hər şey yaxşı ola bilər, performansın əla ola bilər, amma bu stil deyil. Sən kimisə copy-paste eləmsən. Verilişin adından da görüldüyü kimi bu stil mənimdir. Burada biz öz stilimizi nümayiş elətdiririk. Sən sanki hindən çıxmış toyuğa bənzəyirsən. Hindən çıxmış toyuğa bənzəmirəm. Mən bəyənmədim, çünki hər tərəf tükdür, tük içindədir, tük buraxırsan. Ən azından mən bunu bir çalışmışam nəysə eləməyə. Yox, bəyənmədim. Sən kimi qapqara giyinib gəlib ölü vay oturmamışam ki burada. Mənim ən azından stilim var. Ölü kimi oturmuşsan qapqara. Mənim ən azından stilim var əzizim. Mənim ən azından sənin stilin yox, sən kimsə copy-paste eləmsən. Ən azından mən nəysə özümə yaxın bilib götürmüşəm. Copy-paste olsa mən bunu özümə nəysə bilib götürmüşəm. Sən Jennifer Lopez'a çata bilərsən ki, fiqur ona uyğun deyil. Niyə çata bilməm? Səninki çatacaq, bu boyda boyun var, sənki çatacaq. Mən boyum var, özümə görəyəm, öz stilimdəyəm. Məndə də özümə görəyəm, sənə görəyəm ki, mən bəyənmədim səni. Sən öz fikrin. Mən bəyənmədim səni. Mən istəyərdim Nigarı da eşidə. Amma Günelə mən başqa sual vermək istəyirəm. Jennifer Lopez hamı bilir ki, sığortalanıb. Günel mənə maraqlıdır, özünə sığortalayıb ya yox. Doğuşdan sığortalıyam. Onda sən 5. Amma ayaqqabıların paltarı qızılıdır, amma ayaqqabısı gümüşüdür. O düzdür. Bir onu bəyənmədim, amma əziyyətinə görə alqışa layiqdir. Sən demə bəyənənlər də var. Nigar bəyəndi nə əcəbsə. Zülfiyə? Bəyənmədim. Sadəcə zəhmətinə görə alqışladım. Zülfiyə? Şəxsən bəyənmədim səni. Bu yəni stil deyil. Bu yəni ki 12 iştirakçı, yəni ki ələ salmaq kimidir. Biz yəni ki hər yana gedirik, gəzirik bir kombin axtarmaq üçün. Biriniz yeməyə gedirsiniz, biriniz bir şeyə gedirsiniz, amma heç birinizə fərqli yoxdur. Eyni. Mən danışım, sonra sən danışarsan. Biz hər halda harasa gedirik bir kombin axtarmaq üçün neçə günlərlə. Amma sən bilirsən ki, bu Jennifer Lopez-nə geyimidir, gedim tikdirim, vəsə. Amma bunun sənin üstündəkindən çox əmək var, əziyyət var. Səninki nə var ki? Ola bilər sənin üstündə o ayrılıqda çox gözəl libasdır. Amma ki sənin üstündə oturmayıb. Niyə üstündə oturmayıb ki? Nəyə oturmayıb? Bu stil deyil. Səninki stildir, göy qurşağına oxşursan. Sən acı belə cavablar verə bilmərsən mənə, başa düşdün. Sən necə alacaq? Mən sən o gün də deyəcəm, acı reaksiya vermək lazımdır. Mən səni bəyənmədim. Mən də səni bəyənmirəm, vəsiyo da. Bir danışaq, mən söz verəcəm Pərvaniyə, buyur. Geyiminin yaraşıb, yaraşmamağı qalsın bir kənara, bəyənilib, bəyənilməməyin də qalsın bir kənara. Amma bu iddialı geyimi gəlin boynumuza alaq ki, heç bir iştirakçı risk eləyib burada, yəni geyinə bilməz. Yəni o barədə alqışlayıram Güneli ki, bu cür yəni bəyənilsə də, bəyənilməsə, amma bu cür iddialı geyimi geydiyinə görə halaldır sənə. Yəni mən olsam, mən geyinə bilmərəm. Amma deyəsən Nərmin elə düşünmür.
Mən Naranın fikri ilə eyni fikirdəyəm. Yəni ki, heç bir əziyyətinə hörmət eləyirəm. Yəni çox əziyyət çəkilib, belə bir şey olub. Hə, o da sağ ol, dərzilər əziyyət çəkib. Yəni, mən bunu Jennifer Lopez əlavə Türkiyənin bu tarz benim yarışmasında Nihal'də də görmüşdüm. Nihal'də eyni deyil. Eyni belədir. Eyni belədir. Xahiş eləsəm şəklini versinlər, eyni belədir. Yəni, ola bilər cüzü balaca fərqlər ola bilər. Cüzü balaca fərqlər ola bilər. Orada yəni böyük bir fərq yoxdur. Belədir, mənki amma eynidir. Sən bir şey daha demək istəyirəm. Yəni, önəmli olan məncə özünü yaraşdırmaqdır. Sən bunu özünü yaraşdırırsan. Əlbəttə yaraşdırıram. Yəni, bu sənin heç figura var, nə boyu var, nə Yəni heç bir şeyə yaraşır. Mən demirəm mənə yaraşır. Mən geyinməmişəm ki, sən geyinmisən. Mən onsuz da özümə yaraşdırmayıb geyinməmişəm. Mən özümə yaraşdırmadığım bir şeyi geyinmərəm.